Bizim çoxlu qonaqlarımız olub, amma ilk dəfədir ki, bizə gül hədiyyə olunur. Xoşdur. Fikir möhtəşəmdir. Belə iş görməyib. Samavar qoymuşduq. Samavar. Samavara kim gəlməz? Brendin mesajını doğru zamanda, doğru məkanda, doğru insana çatdırılmasıdır. Anladım. Az çox bilirmişəm. Ki 21 manat qazancımız olmuşdu. Amma pul o qədər şirindir ki, adam onu xərcləməkdə qıymırdı. İlklərdən olmusunuz. Bazara gətirən ilk mən olmuşam və mənim dəst xətimdən gedir. Mən hər xırda detalı görürmüşüm, amma kişilərdə o yoxdur. Komanda, struktur, disiplin, şəffaflıq. Ağlayırdım ki, bu niyə mənə dedi, niyə mən məhsulumu almadı? Amma təcrübə öz sözünü deyir. Sizin məqsədiniz dəyər yaratmaq olsun, iş o özü də ondan sonra gələcək. Bu yayımı 24/7-nin və İkona Az Dizayn şirkətinin baş sponsorluğunda izləyirsiniz. Salam Protax izləyiciləri. Bugün qonağımız Modern Agency-nin CEO-su Bəturə Şükürovadır. Salam Bəturə xanım, xoş gəlmisiniz. Salam, öncəliklə dəvətiniz üçün təşəkkür edirəm. Mən Bəturə Şükürova, Modern Agency-nin direktoru, həm də təsisçisi. Bizim şirkətimiz marketinq sahəsində fəaliyyət göstərir, bütel və itel üzrə. Əsasən fokus alanımız büteldir. 6 ilə yaxındır ki, bu sahədə fəaliyyət göstəririk. Belə. Bəturə xanım, öncəliklə güllər üçün çox təşəkkür edirəm. Bizim çoxlu qonaqlarımız olub, amma ilk dəfədir ki, bizə gül hədiyyə olunur. Xoşdur. Çox incəsiniz, çox da gözəldilər. Dediniz ki, marketinq agentliyinin CEO-susunuz. Neçənci ildə qurulub marketinq agentliyi? Şirkətimiz 2018-ci ildə artıq fəaliyyətə başlayıb. Bəli. Amma bundan öncə mənim reklam sahəsində, firmada brend menecer kimi də bir öz fəaliyyətim olub. Müəyyən təcrübələrim var idi və bazarda olan müəyyən boşluqlar var idi ki, onları görürdüm və mən istədiyim ki, 2018-dən qabaq da mən özüm tələbə vaxtı dərsdən çıxandan sonra promotor vəzifəsində təmsilçi kimi işləmişəm. Mən həmişə öz daxilimdə müzakirələr aparırdım ki, mən olsaydım bunu belə eləyərdim, mən olsaydım bu təşkilatçı yəni olsaydım belə eləyərdim, daha maraqlı olardı və bizim ümumiyyətlə promotor sayəsində belə deyim, bütel zamanı promotorların olduğu bir qrup var ki, orada gün ərzində satışlar ancaq yazılırdı. Bu məhsuldan bu qədər satdım. Mən həmişə müştəri rəylərini, təkliflərini və iradlarını da qeyd edirdim. Çünki biz əsas müştərini tanımalıyıq. Mal satdığımız, məhsul satdığımız müştərini tanımalıyıq ki, bilək ona necə xitab eləmək lazımdır və bəzən elə problemlər olur ki, onları düzəltmək, yoluna qoymaq lazımdır. Yəni demək istəyirsiniz ki, birdən-birə gəlib bir agentlik qurmaqdansa, ən aşağıdan müştəriləri tanıyaraq təqdimatçı kimi başlayıb sonradan agentlik qurmaq daha yaxşıdır, daha məsləhətlidir. Yaxşıdır, amma mən belə bir fikrim yox idi ki, mən nə vaxtsa bir agentlik quracağam. Mən İkinci iş yerimdən işdən çıxmışdım, 3 ay işsiz qalmışdım. Bir dostumla, tanışımla söhbət zamanı mənə belə bildirdi ki, səndə bu bacarıqlar var, bu sahə üzrə getsən daha yaxşı olar. Mənə də ki, iş yerindən təklif gəlmişdi. Amma hər dəfə gedəndə elə bil hansısa bir iş üçün problem çıxırdı, gedə bilmirdim. Belə başladıq. Mən işə başlayanda 2 əsas firma var idi ki, Azərbaycanda böyük şirkətlər. Oradan başlamışam və orada oturuşmuş agentliklər var idi. Hansı ki, illərdə onlarla işləyirlər. Artıq bir etibar, bir bağ qurulubdu. Və ilk görüşdə getdiyim zaman 3-cü otaqda mən görüşdəydim. Koridorda bir qapı var idi. Qapını açdım. Belə bir söz eşitdim ki, Bəturə təzədir, güvənmirik, tanımırıq. Bir insan danışırdı belə. Koridorun qapısını bağladım, çıxdım. Gözlərim doldu. Biraz emosional insanam. Davam elədim və addımlarımı elə atdım ki, içəri kimsə girildi, yəni hiss olunsun. Getdim, görüşdüm. Ondan sonra 3 gün sonra biz iş üçün onay gəldi ki, promotorla başlamışdıq onda və ilk dəfə yadımdadır ki, 21 manat qazancımız olmuşdu. Amma pul o qədər şirindir ki, adam onu xərcləməkdə qıymırdı. Belə. Buradan başladı. İlk məhsulumuz çay idi. Bizdən qabaq markanın degustasiyaları, yəni dadımları, tanıtımları olmuşdu. Biz orada büdcəmiz də az idi. Belə bir şey elədik ki, məhsul Şri-Lanka məhsulu idi. Tanıtım üçün bir xanım qoyduq, bir bəy qoyduq. Bəyi çay eksperti geyimində geyindirdik. Xanımı isə Şri-Lanka geyimində. Marketdə belə bir şey görülməmişdi. Normalda həmişə İdeya sizə məxsus idi. Bəli. Tişört, kepka belə iştirak edirlər və bəylə xanımın olması çox zaman yəni olmur. İndi bəlkə olsa, amma onda yox idi. Biraz maraq doğurdu. Elə geyimə görə yaxınlaşıb məhsul alanlar da olurdu. Bizim əsas məqsədimiz orada idi ki, biz o məhsulu müştərinin evinə salaq. Zaten çünki məhsulun keyfiyyətinə inanırıq, güvənirik. Bilirik ki, premium məhsuldur, dadını bəyənsələr alacaqlar. Əsas məqsəd
müştərinin evinə o məhsulu salmaq idi və nəticəmiz də çox yaxşı olmuşdu, yüksək olmuşdu hətta. Bu sizin marketinq agentliyi olaraq gördüyünüz ilk İş iş idi. idi mənim. Bəs necə oldu ki, yenicə agentliyi qurdunuz və həmin dəqiqədə iş aldınız? Həmin dəqiqədə almadım əslində. 2-3 gün sonra bizim işimiz təsdiqlənmişdi. Mən qeyd elədim başda ki, mənim reklam şirkətində bir qısa da olsa 1 ilə yaxın fəaliyyətim olub. Buradan az da olsa tanınırlıq var idi, tanıyırdılar. Amma biz ilk işimizi götürəndə markanın çox az bir büdcə ilə başladıq. Dediyim kimi 21 manat qazanmışdı. Marka belə bir şərt qoydu ki, ideyanız qəşəngdir, amma bizim büdcəmiz bu qədərdir, bunu aşa bilmərik. Biz də o büdcə ilə tək başlayaq, iş olsun deyə razılaşdıq, başladıq. Belə həm büdcə razılaşması, həm fikrin kreativliyi. Yəni sizə etibar var idi, siz o işi o sayədə aldınız yəni. Bəli. Əvvəlcədən tanınırlıq, etibar önəmlidir, Amma belə networking təbii ki, önəmlidir. orada işləyən agentliklər kimi deyildi. Sadəcə olaraq say da az idi zaten. Promotor 2 nəfərdir. Fikir möhtəşəmdir, belə iş görməyib. Belə deyim, biz işə başlayanda müştəri bizə brief verə bilər, amma biz o briefdə hansı bir boşluq görürüksə, əksiklik görürüksə, bunu müştəriyə öncədən deyirik ki, bunu etsək nəticələri bu olacaq, doğru deyil, bir orada yönləndirmə eləyirik. Bu layihədə də belə idi. Əslində müştərinin istədiyi, yəni dadım, tanıtım deyildi. Sadəcə olaraq vitrinin qarşısında, yəni stendin qarşısında kimsə dayansın, məhsulunu tövsiyə eləsin. Biz bunu dadım olaraq çevirdik, bir xanım qoyduq, bir qadın qoyduq ora, geyimləri fərqli elədik, belə başladıq. Çay tanıtımı, Bəli. yəni dadım olanda orada çayı dəmləyirdilər. Yəni necə oldu tam olaraq? Samavar qoymuşduq. Samavar. Samavara kim gəlməz? Amma elektrikli samavar idi təbii ki. Samavar qoymuşduq. Elə təklif edirlər ki, buyurun, dadına baxın, xoş gəlmisiniz. Mən özüm də ilk işdə ərazidə idim ki, iş gedişatı necədir. Amma qəşəng ideyadır da. Marketdəyəm, hamı çay içmək istəyir, hər kəs çay sevər və orada çay təqdimatı var. Günümüzdə çox, indi daha çoxdur. Onda biraz az idi. Onda amma ilk idi, ilklərdən olmuşsunuz. Əla. Bir də siz bəhs etdiniz ki, BTL dediniz və bunu bilməyən izləyicilərimiz ola bilər. Mən də bilmirəm açığı. Bunu biraz lore dildə izah edə bilərikmi ki, hamı başa düşsün? Öncəliklə belə deyim ki, marketinq brendin mesajını doğru zamanda, doğru məkanda, doğru insana çatdırılmasıdır. Və bunu davamlı hala gətirməkdir. BTL isə bir BTL var, bir də ITL var. ITL hansı ki, sosial mediada gördüyümüz influencer reklamları, digital belə deyim, TV reklamları bu ITL-dir. Biz ITL sahəsində fəaliyyət göstəririk. Prosta əsas istiqamətimiz BTL-dir. BTL isə hansı ki, marka ilə insan arasında bir emosional bağ yaradır. Məsələn, düşünün ki, siz mola getmisiniz alış-veriş etməyə. Bir markanın stendi orada qurulub, həm dadımı keçirilir, həm məsələn orada interaktiv oyun qurulub, bir də anket verirlər ki, doldurmalısınız məhsul haqqında və tester verirlər sizə. Məhsulu dadasınız, baxasınız və yaxud da evinizə aparıb evinizdə dadasınız. Siz interaktiv oyunda iştirak elədiniz, testeri aldınız, məhsula toxundunuz, qoxusunu hiss elədiniz, dadına baxdınız. Artıq burada bir şüur altında emosional bir bağ yaradır. BTL-i də elə fərqləndirən budur. Yəni ITL danışır, bəhs eləyir, amma BTL isə emosional bağ yaradır. Bu digital marketinq ənənəvi marketinq kimidir. Bəli. Bunun biraz başqa adı da elə bil ki. Əslində təlimlərdə, kitablarda yazılan bəli BTL-dir, amma ənənəvi marketinq, digital marketinqdə deyə bilərik, heç bir fərqi yoxdur. Anladım. Az çox bilirmişəm. Bir çox insan marketinq deyəndə sosial şəbəkələrdə paylaşım və s. başa düşür və sizcə marketinq BTL brendə nə kimi əlavələr edir, nə qatır brendə? Marketinq sadəcə olaraq satış hiyləsi deyil, post paylaşmaq deyil. Biraz öncə dediyim kimi doğru anda doğru mesajı doğru insana çatdırmaqdır. Məsələn, bir məhsul çıxırsa artıq hər bir məhsulun öz alıcısı var və ona necə xitab etmək lazımdır, bunu necə davamlılığa çevirmək lazımdır. Bunu artıq marketinqdə və BTL-də formalaşır. Nə qazandırır deyəndə insanla məhsul arasında bir bağ yaradır, etibar yaradır, güvən yaradır, davamlılıq yaradır. Yəni belə. Bir nümunə üzərindən izah edə bilərikmi? Mən də həm sponsorlarımızdan da bəhs etmiş olaram. Bizim baş sponsorumuz 24/7 tətbiqidir. Hansı ki, bu tətbiq vasitəsilə biz insanlara gündəlik həyatlarında ehtiyacları olacaq xidmətləri veririk. Amma bunu tətbiq vasitəsilə, yəni əvvəl necə idi? Usta lazım olanda, dərzi lazım olanda, dayı lazım olanda, dost tanışdan ya da nə bilim divardakı elandan ya da əvvəlki nömrələrdən və s. götürürdün, zəng edirdin, çağırırdın. Amma indi artıq bu
bütün bu xidmətlər hamısı bir tətbiqdədir. Telefondan götürürsən, sifariş verirsən rahatlıqla. 24/7 sizə gəlsə, müraciət etsə məsələn, siz nə məsləhət görərdiniz ki, yəni necə biz insanlarla bağ qura bilərik? Necə ilkin məsləhətiniz nə olardı yəni? Belə deyim, biz öncə bir marka bizə gəldikdə onun ehtiyaclarını araşdırırıq ki, nəyə ehtiyac var və bizdən gözlədiyi nəticə nədir? Bu marka bu vaxta qədər hansı aktivlikləri eləyib, nəticələri nələr olub? Buna bir baxırıq. Harda boşluqlar olub və istədiyi nəticəyə niyə görə çata bilməyib və yaxud da çatıbsa bunu davamlılığa niyə çevirə bilməyib? Amma bu o demək deyil ki, bir marka, brend özünü reklam eləyirsə, davamlı olaraq BTL-də iştirak eləyirsə, onun hardasa boşluğu var. Xeyr. Prosta davamlılığa çevirmək istəyir və müştərinin yadında, ağlında artıq özünü daha yadda qalan hiss etmək istəyir. Belə 24/7 bizə gəlsə, biz ona daha yaxşı təkliflər verə bilərik. Amma bir öncə 24/7-ni biz özlüyümüzdə araşdırmalıyıq, onun ehtiyaclarını bilməliyik. Belə. Yəni qeyd etdiniz ki, boşluq olmaya da bilər. Sadəcə davamlılıq lazım ola bilər. Bəli, davamlılıq lazım ola bilər. Məsələn, illərdir bazarda adlarını çəkmək istəmirəm, markalar var ki, hansı ki onların reklama ehtiyacı yoxdur, amma davamlı olaraq reklam edir. Bu gün zaten bazarda qalmasının ən böyük səbəblərindən biri davamlılığa çevrilməsidir. Belə düşünək də, yəni bir insan, məsələn mən özüm iş qurmuşam, disiplinli olmasam, sistemli olmasam, hər gün 9-da işdə olmasam, sizcə mən nəticə əldə edə bilərəm? Xeyr. Yəni öz işimdir, ay bu gün 10-da gedim və yaxud da nə bilim bu gün işə getməyim, belə bir şey olmalı deyil. Bir sistem olmalıdır, disiplinli olmalıdır ki, sən nəticə əldə edə biləsən. Bu markada da belədir. Yəni markada insan kimidir. Necə ki sizin planlarınız, xəyallarınız, arzularınız varsa, bir markada ilk dəfə bazara gələndə müəyyən bir strategiya oluşturulur, planlar verilir, aylıq, illik. Bunun satış planları var, hansı rəfdə sərgilənəcək, hansı kateqoriyada olacaq. Bunlar hamısı öncədən planlaşdırılır. Bir insan kimi onda məqsədləri olur və bu məqsədlərə çatmaq üçün də həm davamlı olaraq işləməlidir və müəyyən bir sistem, struktur olmalıdır. Mən bu yaxınlarda sizin səhifənizdə gördüm ki, 50 minə yaxın flyerın hazırlanması və paylanması artıq başa çatıb bir brend üçün. Biz də düşündük əslində ki, 24/7 üçün biraz ənənəvi marketinqə keçək və flyer hazırlayaq və s. Sizcə bu BTL anlayışına daxil olurmu? Bəli, BTL anlayışına daxil olur. Çünki birbaşa müştəri ilə artıq sən təmasda olursan. Zaten BTL-i TEL-dən də ayıran şey odur ki, sən birbaşa müştəri ilə görüşürsən, danışırsan. Biz o flyer verəndə orada da hər hansı bir müştəri bizim əməkdaşa sual verə bilər, anında cavablanır. Bu məsələn belə düşünək. Siz influencersiniz, bir postda paylaşdınız. Orada suallar çox yaranır. Məsələn, altına bunu hardan ala bilərəm, necə ala bilərəm, qısıtlı məlumat ola bilər, tam məlumat müştəriyə çatmaya bilər və yaxud da o məhsulun axı testerini görmür orada və yaxud da tam detallı məlumat ala bilmir də, qısa bir reklam çarxı görür. Amma BTL-də elə deyil. Yerində sual verilir, cavab alınır, belə. Yəni bu məhsula tam təmas eləyir, tam tanış olur, artıq bilir ki, mən bunu alacağam. Bəli. Anladım sizi. Məncə izləyicilərimiz də tam loru dildə izah elədi, tam anlamışlardır. İndi isə keçək sizin sahibkarlığa gedən yolunuza, qadın sahibkar kimi çətinliklərinizə. Çünki biz bir çox sahibkarımızla bu söhbəti etmişik. Gərək sizdə necə olub yolculuğunuz, çətinliyiniz və ya uğurunuz, belə deyək? Biz bu işə başlayanda sıfır büdcə ilə başlamışıq. Çünki mən 3-4 aydır ki, belə deyim, işsiz idim. Heç öz xərclərimi qarşılama belə müəyyən bir büdcəm yox idi. Burada nələr var idi? Qadın çox yumşaqdır. Qadınlar çox sərtdir, nə bilim, emosionaldılar. Qadınlar biznesi idarə edə bilməzlər. Amma mən belə olduğunu düşünmürəm. Ümumiyyətlə hər şey gözləsəniz ki, şərait olsun, pul olsun, heç bir işə başlaya bilmərsiniz. Özünüzə inam olmalıdır. Özünüzə güvənməlisiniz ki, mən bu işə edə bilərəm, başlaya bilərəm. Ən birincisi inamdır. Sonradan qalan hər şey zaten ondan sonra gəlir artıq. Belə deyirdilər ki, gərək tanışın olsun, yaxının olsun, kimsə olsun ki, sənə iş versin və yaxud da qadınsız siz bu, yəni belə bir böyük bir kampaniya var idi. İlk dəfə idi ki, belə bir böyük kampaniya görürdük. Orada brend menecer mənə dedi ki, bəs siz xanımsınız da, bu işin ağırlığını yəni götürə bilərsiniz. Bizə həqiqətən də istədiyimiz nəticəni verə biləcəksiniz. Amma biznesi idarə eləməyin, rəhbər olmağın qadın və kişi bir aidiyyatı yoxdur, yəni cinsiyyət ayrımı olmamalıdır. Bu o halda bir fərqi yoxdur ki, sən balansı qoruya bilirsən. Hə, qadınlar emosional olur, bəzən çox yumşaq ola bilər, amma bunu da bir fürsət kimi görmək lazımdır. Emosional zəka olaraq, məsələn, mən hər xırda detalı görürəm, amma kişilərdə o yoxdur. Hər xırda detalı görmək, hər xırda şeyə fikir vermək.
belə çətinliklər olur, amma çətinlikləri fürsət kimi görün. Mən belə tövsiyə eləyərdim. Özünüzə güvənin, özünüzə inanın. Belə olduqda başara biləcəksiniz. Xırda detallar barəsində sizinlə razıyam. Hə. Adi bir reels çəkilişində belə mən fərqi hiss edirəm. Kişi mobiloqraf, qadın mobiloqraf arasında, videoqraf arasında fərqi hiss edirəm. Yəni kişilər ümumiyyətlə hə, işimizi görək çıxaq gedək, amma qadın deyir ki, saçınız Belədir, onu köynəyiniz düzəltmək lazımdır. Qadınlar hər xırda detala görür, fikir verir, anında düzəldir. Emosional olmağı da belə mən ümumiyyətlə kimsə məndə şəxsdə də belədir. Kimsə məndə nəyisə mənfi görəndə ya deyəndə ki, bu belə çətin deyilədi, onu özümdə həmişə fürsət kimi görmüşəm. Necə? Mənfilərinizə də bir yaxşı tərəfdən baxmaq lazımdır ki, bu mənə müsbət nə gətirə bilər. Belə olduqda irəliləyib yol ala bilərsiniz və qadın rəhbər olmağın ən çətin tərəflərindən biri də oldu ki, mənə görə bu belədir. Kimsə deyə bilər ki, hərə öz adına cavabdehdir, hərə özünə görə yaşayır. Sən səndən sonra gələn qadınları da təmsil edirsən. Ona görə həmişə mən geyinmə, danışığıma, işdə olarkən çox diqqət edirəm və mənim bir düz yolum var. O düz yoldan çıxmıram. Elə deyim, çox vaxt kimsə tanıyanda deyir ki, sən soyuqqanlısan. Mən o qədər kişilərlə işləmişəm ki və bir düz çərçivə içərisində işləmişəm. Ona görə kimsə ilk baxışdan tanıyanda bu ona mən soyuqqanlıyam və yaxud da nə bilim, egoistəm kimi gələ bilər, amma bu çərçivəli işləməkdən irəli gələn bir şeydir. Yəni siz soyuqqanlı olmağa məcbur edilmisiniz belə deyək, cəmiyyət tərəfindən. Yox, balansı ilə qorumağa çalışmışam. Bu da balansı qoruyanda gələn şeylərdən biridir. Bəli. Və deyirsiniz ki, mənfilərinizi avantaja çevirin. Məsləhət görürsünüz. Mən hamıya elə məsləhət görürəm. Bizim digər podkastımızdan bir reelsimizdə belə bir müzakirələr oldu. O qədər bunu yazdılar ki, artıq mən belə razı olmağa məcbur qaldım belə deyək. Qadınlarla işləmək çox çətindir. Kollektivdə qadınların çox olduğu zaman nifaq toxumları çox olur, dava qırğın intriqa çox olur. Siz bu fikirlə bağlı nə deyə bilərsiniz? Bizdə işdə elə şeylər olmur. Komandada mən düşünürəm ki, komandanın rəhbəri idarə edir və orada hər hansı bir söz-söhbət olursa, nələrsə olursa, bu rəhbərin boşluğundan irəli gələn bir şeydir. Ki, ola bilər ki, rəylərdə kimsə bunu dansın, desin ki, yox, hər kəs öz adına cavabdehdir, bayaq dediyim kimi, yox. Komandanın rəhbəri idarə edirsə, orada olan yaranan problemlərdə tamam şəxsə bağlı ola bilər, amma onu böyütməmək, kiçiltmək, o anda sakit qalmaq rəhbərin işidir və belə deyim, bizdə ümumiyyətlə işə kimsə götürəndə mən özüm birbaşa görüşürəm və qeyd edirəm ki, burada kiminsə arxasınca danışmaq, qeybətdə, ümumiyyətlə nəsə bir probleminiz olanda açıq şəkildə, şəffaf şəkildə gəlib oturub bir masa arxasında danışmalıyıq, bir-birimizdən paylaşmalıyıq. Belə yanaşıram, biz bir ailəyik. Çox vaxt deyirlər ki, elə bir termin yoxdur, biz bir ailə. Xeyr, ailə olmaq var. Sən hansı ki öz işçinin də problemini, öz problemin kimi görəndə, məsələn mən görürəmsə ki, kiminsə kefi yoxdur, bir çağırıram, deyirəm gəl oturaq çay içək, danışaq, bunu müzakirə edək. Bu gün nə olub, bir təhərsən. Bir onu dinləməyə çalışıram. Deyirlər ki, bəzən işə problemlərimizi gətirmək olmaz. Bəli, gətirmək olmaz, amma onu görməzlikdən də gəlmək doğru deyil. Yəni oturub danışmalısan, mövzunu açmalısan, o problemi dəstək olmalısan ki, işçiyə o yerdə. Sabah da o normal şəkildə işinə gələ bilsin, davam edə bilsin. Deyil, onun da bir həyatı var. Onları nəzərə almaq lazımdır. Bəlkə mən ona elə bir tövsiyə verəcəm ki, o anda onun bütün fikirləri dəyişiləcək və yaxud da orada çıxış yolu tapacaq. Demirəm, get buna elə deyəcəm. Yox. Ola bilər ki, hansısa bir fikir verim və o fikir onun ağlına batsın, özünə doğru bir yol tapa bilsin. Fərqli bir prizma verə bilərsiniz. Əlbəttə. Yəni ona görə mən o fikirlə razı deyiləm. Mənə görə hər şey balans yaratmaqdan başlayır. Rəhbər o balansı qoruya bilirsə, işçilər də o balansı qoruya bilir. Aşağıda problem varsa, səbəb yuxarıdadır. Yuxarıdadır. O lor dillə desək, deyirlər, balıq başdan iylənir. Bəli. Bunun kişinin qanunu dəxli yoxdur. Bunun rəhbərə dəxli var. Razıyam. Bizdə belə deyim, kimdəsə nəsə boşluqlar görəndə də, hansısa bir xarakterik xüsusiyyətlər var ki, onlar formalaşmayıbsa belə, biz onun formalaşması üçün, işin inkişaf eləməsi üçün əlimizdən gələni, demirəm hər şey eləyirik, yox, əlimizdən gələni etməyə çalışırıq. Məsələn, hansısa bir təlimə göndərə bilərik onu ki, inanın ki, cəmiyyət arasında olmaq da insanı formalaşdırır. Ən azından o təlimə gedəcək, orada bir 20 nəfər var, o 20 nəfərdən nə isə görəcək, götürəcək. Bu da bizim işimiz üçün yaxşıdır. Çox rəhbər amma bundan çəkinir.
çəkinir. İşçini yetişdirməkdən qorxur, Niyə? narahat olur. Niyə görə? Mən bu işçini yetişdirdim, buna bu qədər investisiya elədim. Sabah o işdən çıxa bilər, gedib başqa yerdə işləyə bilər və yaxud da özünə iş qura bilər, amma bizdə belə bir şey yoxdur. Mən həmişə deyirəm ki, nə xoş mənə ki, o mənim adımla gedir, yəni harasa. Mən Bəturə xanımın işçisi olmuşam, bu şirkətdə işləmişəm. Bir növ mənim davamçım kimidir də. Mən sevinərəm ki, nə yaxşı ki, mənim işçimin səsi yüksəklərdən gəlir. Yəni yaxınlaşmamız işçiyə belədir. Yəni fikirləşirlər ki, özümə rəqib yetişdirirəm, amma siz düşünürsüz ki, o əksinə mənim zaten şanım hər yürüsün. kəsin öz bazarda dəstək xətti var. Shop stendlər var. Bu nə deməkdir? Bəlkə xaricdə daha çox məşhurdur bu. Mağaza içərisində mağaza kimi stendlər görmək, hansı ki, məsələn, bir evcik yarada bilərlər və yaxud da 6-7 markanı birləşdirib bir konsept yaradırlar. Bunu ilk Azərbaycana gətirən biz olmuşuq. Bu işi biz görəndə biz gördük, hardasa bir 6 mağaza ilə başladıq. Elə də böyük deyil, xaricdəki kimi böyük deyil, amma öz şəraitimizə uyğun, Azərbaycana uyğun bir dizayn hazırladıq və çox bəyənildi. Bizdən sonra onu başqa şirkətlər də elədi, başqa firmalar da elədi. Gedib onu görəndə sevinirdim. Dedim ki, nə yaxşı, mənə baxıb məndən iş götürdülər və amma mən bilirəm ki, bunu mən etmişəm. Bazara gətirən ilk mən olmuşam və mənim dəstək xəttimlə gedir bu. Adam var ki, bunu çevirə bilər, nə bilim, deyə bilər ki, dizayn bizimdir, olmaz, hüquqi tərəfinə də bir baxar. Amma elə bir şeyimiz yoxdur. Mən sevinirəm şəxsən o stendləri marketlərdə görən. Zaten bunu ilk biz eləmişik deyə bazara bizim adımızdan ilk səs salıb və çox adam da bilir ki, bizim dəstək xəttimizdir, bizim yolumuzdan gedilib belə. Yəni mən sevinirəm bu tərəfdən baxanda. Bu da mənim düşünürəm ki, mənim xarakterimlə bağlı olan bir şeydir. Yəni o siz deyirsiniz də, rəhbər qorxur ki, özünə rəqib yetişdirəcək falan. Bu özünə inanmır ki, o onu düşünür. Bəs Bəturə xanım, sizi digər agentliklərdən fərqləndirən nədir? Nəyə görə müştəri sizi seçməlidir? Mən buna bir yaşanmış hadisə ilə cavab vermək istəyirəm. 3 ay bundan qabaq hardasa oktyabr ya da sentyabr ayı idi, təxmini bu ərəfələrdə mən bir görüşdə idim. Həmin brendlədir ki, ilk dəfə də işləməyə başlayırıq. Bundan qabaq neçə ildir ki, bir agentliklə işləyir. Biz layihəni vermişdik, layihə bəyənmişdi. Artıq müzakirəmiz büdcə mövzuları idi. Burada markanın brend meneceri mənə dedi ki, Bəturə xanım, sizə biz nəyə görürük? Əslində mən bilirəm, məndə nəyə görürlər. Amma sual verdim ki, bir müştərinin dilindən də eşitmək daha xoşdur da. Dedi, siz markanı mənimsəyirsiniz, öz məhsulunuz kimi görürsünüz. Digər məncə agentliklərdən bizi fərqləndirən budur ki, biz məhsulla bir brendlə işləməyə başlayanda biz markanı modern məhsulu kimi görürük. Yəni bu mənə pul gətirəcək, ancaq pul qarşılığında bu işi görməliyəm? Yox. Burada bizim adımız var. Bu məhsulu necə daha yaxşı tanıda bilərik? Bunun riskləri nələrdir? Nəticələri nələr olacaq? Bir də biz müştəri ilə hər şeyi şəffaf şəkildə danışırıq. Problem varsa deyirik, problem var. Və yaxud da brief əksikdirsə deyirik ki, briefin bu tərəfə əksikdir. Biz bunu etsək bazarda bu nəticələrlə üzləşəcəyik. Doğru deyil. Adi məsələn, tutaq ki, 50 marketdə, supermarketdə bizim bir layihə görüləcək. O supermarketlərdən deyək ki, onu bizim istədiyimiz satışı biz ala bilməyəcəyik oradan. Mən onun pul xatirinə demirəm ki, gedək görək. Çünki hər market bizim üçün puldur da, yəni oradan bir büdcə gəlir. Mən bunu müştəriyə öncədən deyirəm ki, burada iştirak eləməyə dəyməz. Yəni gedəcək, o prosta pul itkisidir. Bəlkə başqası yerimizdə olsa deyər ki, əsas odur, büdcə gəlsin. Yox, bizim üçün etibar ən önəmlisidir. Bu etibar olanda, ortada müştəri ilə hər şey açıq danışanda, şəffaflıq olanda, nəticədə müştəri ilə də mənim aramda da bir bağ yaranır, güvən yaranır. Belə, məncə ən bizi fərqləndirən xüsusiyyətimiz budur. Bəturə xanım, şirkət idarə etməkdə ən çox nədə çətinlik çəkirsiniz? Bir lider kimi sizi yoran ən çox nədir? Belə deyim, bu ilk başlarda bizdə olurdu. Komandanın doğru qurulmaması, son anda dəyişilən brieflər. Amma indi elə bir problemimiz yoxdur. Yəni indi nə idəsə çətinlik çəkirik deyim ki, yox. Çünki artıq müəyyən bir qurulu sistemimiz var. Komanda qurulub və mən artıq komandanı idarə edirəm. Amma bir vaxtlar var idi ki, həm layihəni idarə edirdim, lazım olur çatdırılmanı da özüm eləyirdim. İşçinin yerinə də axşam qalırdım, özüm işləyirdim. Bu kimi problemlərimiz olurdu, amma indi elə bir ciddi bir problem. Komanda işi vacibdir, düzgün komanda vacibdir. Komanda, struktur, disiplin. İkinci ya da üçüncü sualımızda olduğu kimi şəffaflıq, yəni komandanı dinləmək, problemlər olduqda onlarla maraqlanmaq və balansı qorumaq.
Ümumiyyətlə siz səbirli insansınız. Mənə elə gəlir. Çətinlikdə belə əl çəkən, vaz keçən bir insan Əslində belə deyilsiniz. deyildim. Təzə olanda nəsə, ümumiyyətlə mən ilk işə düzələndə, ilk promotor işinə düzələndə mənim qrup yoldaşım işə düzəltmişdi və mən ondan xahiş etmişdim ki, məni işə düzəlt. Dedi ki, mən səni işə düzəltməkdən qorxuram. Dedim, niyə? Dedi ki, psixologiyam pozular. Mən o qədər emosional, belə nazlı, qəmzəlli, necə deyim, evin ilk uşağı olmuşam deyə. Ona görə belə o qədər də şeyə öyrəşməmişdim. Gedim müştəri ilə dayanım, müştəri mənə nə bilim nəsə desin, nəsə etiraz eləsin. O qədər olub ki, marketlərdə geyinmə otağı olur. Gedib orada oturub ağlayırdım ki, bu niyə mənə dedi, niyə mən məhsulumu almadı? Amma təcrübə öz sözünü deyir, təcrübə insanı formalaşdırır. Mən fikir verirdim ki, hər deyilənə fikir versəm, hər çətinlikdə oturub ağlasam, problemə mən fokuslansam, bu yəni həll olunmayacaq da. Ümumiyyətlə mənim özümdə ən sevdiyim xüsusiyyətim budur ki, mən problemə yox, problemin kökünə yox, problemi birinci həll eləyirəm, sonra problemin kökünə fokuslanıram. Məsələn, şirkətlərdə bu var. Sən onu etdin, mən bunu deməmişdim, sən onu götürüb ora qoydun, bu belə olmamalı idi. Fakt bu an bu problem həll olunmalıdır. Bu fincan o tərəfə getməlidir. Bunu həll edək, sonra bunun kökünə fokuslanaq. Bu mənə görə zaman itkisi gəlir. Oturum özümü günahlandırım ki, filan ki, sənə görə oldu, sənə görə oldu. Mən deyirəm ki, yaxşı ki o çətinliklər olub, məni formalaşdıran, bugünkü məni mən eləyən şeylər o çətinliklərdir. Bəs agentliklər müştərilərlə hansı çətinliklərlə üzləşirlər? Müştəri ilə nə danışılmır, nə danışılır? Agentliklər o vaxt problemlə üzləşir ki, hər şey başda şəffaf danışılmır. Müştərinin əslində brifi başqa bir şeydir, nəticə başqa bir şey gözləyir. Yenə də hər şey gəlir, çıxır danışığa, şəffaf olmamağa. Əgər müştəri ilə məsələn deyək ki, bir dənə brief gəlib, briefin əksik tərəfləri varsa, o orada danışılmalıdır. Bu problem olur ki, şəffaflıq olmur, hər şey doğru danışılmır. Müştərinin əslində istədiyi başqa bir şeydir, nəticə başqa bir şeydir. Göndərdiyi brief tamamilə başqadır. Biz birinci baxırıq, brief nədir, buradan nəticə nə ola bilər, real nəticə nədir? Ola bilər ki, müştərinin istədiyi nəticə ilə real olacaq nəticə arasında çox fərq varsa, biz bunu ilk öncədən müştəriyə deyirik. Problem danışılmayanda, söhbətlərin üzərindən sətri keçdikdə böyüyür, daha da davam eləyir. Biraz büdcə məsələlərində biz toqquşa bilərik müştərilərlə. Bunu ilk dəfə danışıram. Düz izah, məsələn, müştəri bu fincanı istəyir, amma büdcəsi daha azına elə bil çatır, belə deyim. Burada toqquşa bilərik müştəri ilə, amma izah eləyirik ki, sənin bu verəcəyin fincan brendin imacinə uyğun olmalıdır da. Burada izah verəndə artıq ortaq nöqtəyə gəlib çatmaq istəyirik. Təzəcə belə bir şey baş vermişdi. Biz bir məhsulun tanıtımı idi. Həm digital, həm retail tərəfdən. Müştərinin qısıtlı bir büdcəsi var idi və biz burada şar da verəcəkdik. Artıq şarın çubuğunu almağa müştəri büdcə yox idi da. Yəni il sonudur, dekabrın sonu şey olur. Büdcələrin bitən vaxtı olur. Müştəri ilə biz uzaqdan uzağa işləyirik. Türkiyədə onlar əyləşir, biz də burada. Heç vaxt da burada görüşməmişik. Elə oldu ki, biz öz şəxsi büdcəmizdən ayırdıq, çubuqları aldıq. Samavarları yox idi, onlara samavar verdik. Logosunun üzərinə vurduq. Burada biz onu deyə bilərdik ki, ora bir ip bağlayaq, o şarı elə də paylayaq. Elə eləmədik. Biz öz büdcəmizdən kəsdik, gəlirimizdən. Burada onu da düşünürdük. Həm brendin adıdır, imicidir, həm də modernidir də. Təsəvvür, haradasa kimsə paylaşır ki, iplə şar paylayırlar. Doğru olmazdı deyə biz belə bir şeylərdir və onun nümayəndəsi buradaydı, gəldi onu gördü ki, dedi ki, bizim çubuq almağa, şarın çubuğunu almağa artıq büdcə yox idi. Dedim, biz onu öz büdcəmizdən formalaşdırdıq. Bu artıq müştəri orada gördü ki, onun fikirləşmədiyi, düşünmədiyi şeydə biz düşünürük, fikirləşirik, diqqət eləyirik və o bildi ki, o özü burada olmasa da biz onun işinə tam məsuliyyətlə yanaşırıq, diqqət eləyirik. Amma müştərinizin də dəyərləndirməsi bunu yaxşıdır da. Biri var ki, sən öz büdcəndən ayırırsan, nəsə edirsən və gəlir, sanki borcunmuş kimi davranır. Bu heç xoş olmaz. Onu demək də lazımdır. Demək lazımdır. Bəli. Əgər görmürsə, göstərmək lazımdır. Məncə təqdimatdan çox şey asılıdır. Təzəcə Instagramda bir ara belə videolar viral olmuşdu. Məsələn, su verirəmsə, gətirib prosta suyu ora qoymaq lazım deyil. Bax, mən sənə su gətirdim, sənin istədiyin kimi sudur, bu brenddən aldım. Pulunu deməsən belə, ən azından onu göstərməlisən. Ona görə təqdimat çox şeydir. Yəni, mən belə düşünürəm. Ola bilər ki, hamı fikrimə qatılmaz.
Mən tam razıyam sizinlə. Kənardan baxanda hər şey əla görünür. Agentliklər, müştəri anlaşdılar, işlədilər, reklamlar və s. Pərdə arxasında nələr olur? Pərdə arxasında heç təsəvvür etmədiyiniz şeylər baş verir. Nümunələrlə izah edin, zəhmət olmasa. Baxın, məsələn, yağışda qurulan dekorlarımız olur. Hardasa 3 gün, 4 gün yatmadan işlədiyimiz vaxtlar olur. Təbii ki, burada işçilər smendən işləyir. Amma mənim və yaxud da əsas layihə rəhbərimiz var ki, o dayanmadan, yəni nə gecə bilirik, nə gündüz bilirik, elə işlədiyimiz vaxt olur. Deməli, mən bunu belə sizə danışım. Bir festival var idi. 3 gün öncə bizə ora 2000-ə yaxın uniforma sifarişi gəldi. Bu da yəni standart uniforma deyildi, tikilməli idi, üzərinə də loqolar vurulmalı idi. 3-cü günümüzdə də səhər 9-da biz malı çatdırmalıyıq. Gecə saat 3-də biz hələ də işləyirik. Hava da dəhşətli külək idi, yağış da yağır, işıqlar anidən söndü. Gələndə də hamısı birdən gəlir. Bilmirəm neynim və ümumiyyətlə sayğacdan da başım çıxmır, elektrikdən ümumiyyətlə başım çıxmır. Əlimə almışam bıçağı, bir də kəlbətini ki, gedim bir atverkanda ki, baxım görüm sayğac bəlkə atıb, olur da. İşıq atıb onu düzəldim. Nəsə getdim, baxdım, yağış da yağır. Bizdə bir xanım var, Müsalə xanım. Deyir, tok səni vuracaq, gəl də içəri, yəni çıxma soyuqda, bu küləkdə, bu yağışda. Nəysə, getdim biraz oranı şeylədim. Sonra Azər İşığa zənglədim və vaxt gedir. Bizim üçün o qədər şeydir ki, qısıtlı bir vaxtımız var idi ki. Nəysə, Azər İşığa zənglədik, bir tanış tapdıq, onlara zənglədik ki, heç olmasa buranın işığını verin falan. Hardasa qəza olmuşdu, ona görə işığı kəsmişlər. Səhər oldu, mal yükləndi, maşına çıxdı. Elə oldu ki, malın bir hissəsi qalıb. Mən öz maşınıma yüklədim. Gedəndə qəza keçirdim. Maşının sol tərəfdən ikinci qapısı o qədər əzilmişdi ki, amma mənim o maşın durum sol qapıya baxım, görüm o nətərdir falan. Bir an o səsi eşitdim ki, xarç-xurç belə səs gəlir və insanlar mənə baxır ki, bu səs gəlir, maşın əzilib, amma dayanmır da adam. Dedim təki gedim bu malı verim. Nəsə düşmüşük. Bizim layihə rəhbərimiz də orada. Dedi, sən heç maşına baxmısan? Dedim, yox, hələ mənim ona baxmağa vaxtım yoxdur. Çünki mən orada düşsəydim, panikaya düşsəydim ki, ay elektrik sönüb, sonra nə bilim maşınımı vurdum, xərci bu qədərdir. Bunun müştəriyə heç bir aidiyyəti yoxdur da. Yəni pərdə arxasının müştəriyə heç bir aidiyyəti yoxdur. O halda o yoxdur ki, o problem müştəridən qaynaqlanmır da. Bu bizim problemimizdir. Belə, burada artıq öyrənirsən ki, panikaya düşsən də, nə problem baş versə də, mən həmişə belə deyirəm, problem var. Bunu kim həll eləyəcək? Biz həll eləyəcəyik. Ona görə problemə o qədər də fokuslanmırıq. Və bunu müştəriyə yansıtmırıq. Müştəri elə bilir ki, dörd dörtlük iş, ideal vəziyyətdə hər şey gedib, nə bilim, sönən işığı görmür, sən o keçirdiyin qəzanı görmür. Belə. Bu çox pisdir əslində. Çünki o zəng edib ona desəz ki, belə-belə problemlər yaşamışıq. Deyəcək ki, şufni agentlikdir. Amma siz də orada çətinlik yaşayırsınız. Əslində bir müddət işləyəndən sonra münasibətlər yaranır. Az da olsa xəbər olur. Desən, xəbəri olur, amma biz deməməyi daha çox üstün bilirik. Yəni bunun müştəriyə heç bir aidiyyəti yoxdur da. Yəni bizim daxilimizdə olan bir problemin. Belə, bundan başqa da o qədər problemlər olur ki, son 10 dəqiqə qalmış, məsələn, nəsə brief dəyişilə bilər, hava şəraiti ilə bağlı, nəsə gecikə bilər, yoldur, trafik, məsələn, tıxac çox olur, hansı bir məhsul gecikə bilər. Belə olduqda, əgər bu müştəriyə yansıyacaqsa, biz onu öncədən xəbər edirik. Biz işə başlayanda da bir böyük layihə gəlmişdi. Təzə başlamışdıq, amma hardasa 1-2 il idi ki, başlamışdıq. Böyük layihə gəlmişdi və öncədən ümumiyyətlə heç bir avans verilmirdi. Yadıma gəlir ki, mənim 2 dənə qızıl sepim var idi. Gedib onu satmışdım. Bunun müəyyən bir hissəsini qarşılayacaqdı. Amma tək işimiz getsin ki, böyük iş olsun və bilmirdim heç məsələn necə deyim sizə, davamlı olacaqmı ya yox, amma başladım və biraz evimizdə də biraz şey olmuşdu. Mamam soruşdu ki, bəs sənin o sepin hardadır? Mən taxmaq istəyirəm. Dedim, bəs mən onu satmışam. Qadın şok yaşadı. Necə sep aparıb satmışsan? Onda da mənim heç vaxt belə şəxsi olaraq kreditim, borcum olmayıb. Notebook da mənim deyildi təzə başlayanda işə. Rəfiqəmin idi. Onun da üst tərəfi biraz sınıq idi. Amma bir zalentlə falan, skoçla onu bağlamışdı, elə işləyirdi. Və mən təqdimatları şeydə eləyirdim. Öncədən hazırlayırdım, maildə göndərirdim ki, orada gedəndə məndən notebookda təqdimat istəməsinlər. Çünki edə biləcəyim bir şey yox idi. İlk notebookumda Bako Electronics'dən kreditlə almışdım. Bəs evdə anam başladı ki, sən kredit götürmüsən, indi getdin, sefini satdın, elə belə. Yəni, pərdə arxasında çox şey olur, amma yenə də dediyim kimi problemə, çətinliyə fokuslanmaq o qədər də lazım deyil. O problem sizə nə qatır, ona
baxmalısınız. Elə Amma davam çox etməlisiniz. səmimi söhbət oldu. Nümunələr falan. Biraz duyğulandım. Sefinizi satmağınızı üzüldüm. İnşallah ki daha sonra Gəlib, daha ondan çoxlu seflər yaxşıları da alırsınız. gəlib, hə. Bəturə xanım, bu yola yeni başlayanlara nə məsləhət görərsiniz? Nə eləməsinlər? Nə isə mütləq etsinlər? Hər deyilən sözə fikir verməsinlər. İnsanlar çox şey danışa bilər. Çox şey deyə bilərlər, olanı da, olmayanı da. Sizi çox müzakirə edə bilərlər ki, və yaxud da mühakimə edə bilərlər ki, sən burada onu elə etdin, burada bunu etməməli idin, bu addımın belə olmalı idi. Bir növ kar olmaq lazımdır, loru dillə desək. Çünki hər şeyə biz reaksiya versək, bizim enerjimiz gedir, pis təsir eləyir. Tamam, bir yerdə düşünmək lazımdır ki, bu problemin kökü hardadır? Niyə görə bu söz-söhbətlər baş verir və yaxud da niyə görə bunu nəyisə danışırlar? Ona baxın öz içinizdə, amma hər şeyə reaksiya vermək məcburiyyətində deyilsiniz. Özünüzə inanın, işinizə inanın, güvənin. Məncə hər şey inanmaqdan başlayır. Mən uşaq vaxtı, o vaxt Dom pionerlər var idi, dərnəklər var idi. Orada toxuculuq falan öyrədirdilər. Ya şahmata gedən şahmata gedirdim. Mən orada həm şahmata gedirdim, həm də toxuculuğa gedirdim və toxuyurdum. Corab toxuyurdum. Sonra jiletkalar var idi ki, onları toxuyurdum. Məhəllədə satırdım çox adama. Satırdım, pulumu yığırdım, təzədən gedirdim, yenə ip alırdım, təzədən yenə toxuyurdum, satırdım. Nə demək istəyirəm? Yəni başlamaq istəyən bir yol tapıb başlayır zaten. Məsələn, mənim hazırlıq dəftərlərimə baxsaz, alt hissələrində çoxsun imza var. Mənim xoşum gəlirdi imza atmaqdan. Həmişə deyirdim ki, mən direktor olacağam, imza atacağam və mən rayonda böyümüşəm deyə bu ona görə mənim üçün əlçatmaz bir şey idi. Belə. Yəni özünüzə güvənin, işinizə güvənin, başlayın. Əgər gözləsəz ki, şərait olsun, pul olsun, biraz mümkün deyil, yəni nəyisə gözləmək, kimdənsə gözləmək. Həmişə insanlardan gözləntinizi minimumda saxlayın, maksimum nəsə gözləməyin. Həmişə xəyallarınız olsun, amma reallığa uyğun olsun. Ümumiyyətlə tənqid edənlər həmişə çox olur, amma soruşanda ki, sən nə təklif edirsən, heç nə bir şey deyə bilmirlər. Danışılanlara o qədər də çox fokuslanmaq lazım deyil. Mən həmişə belə deyirəm. Sizin məqsədiniz dəyər yaratmaq olsun, iş özü də ondan sonra gələcək. Yəni əsas işə, nəticəyə, dəyərə odaqlanmaq lazımdır. Şouya fokuslanmaq lazım deyil. Söz-söhbətə fokuslanmaq lazım deyil. Təbii ki, bu mənim fikrimdir. Kimsə qatıla da bilər, qatılmaya da bilər. Mənim gördüyüm budur. Yəni bir də həmişə İnsan öz üzərində işləməlidir. Ola bilər ki, çox pul qazanırsan, təlimə getməyə ehtiyacın yoxdur. Mənə elə gəlir ki, insandan bir şey ala bilməzlər. Biliyini, savadını, ağlını heç vaxt ala bilməzsən. Yəni səndən pulunu ala bilərlər, maşınını ala bilərlər, evini ala bilərlər, amma bunlar səndən ala bilməzlər. Sən hara getsən də, dünyanın o başına getsən də, oxuduqların, bildiklərin, savadın, təhsilin həmişə səndən qalacaq. Ona görə özünüzdə həmişə yatırım eləyin deyərdim. Bir də mən sizin hekayənizdə bir nəticədə çıxartdım ki, əsasən etibara fokuslanmaq lazımdır. Gəlir qazancına yox, əsasən etibara fokuslanmaq lazımdır. Birinci, bəli, etibar yaratmaq lazımdır, dəyər yaratmaq lazımdır. İkinci, üçüncü planda, ümumiyyətlə insan həyatında da, işdə də müəyyən amillər, faktorlar var ki, əsas olur da, hamının bir prinsipi olur işdə də, şəxsdə də. Mənim üçün həmişə şəxsdə də, işdə də birinci etibar, dəyər yaratmaq olub, sonradan pul olub. Sən düşünsən ki, buradan mən nə qədər hər dəfə tamam lor dildə desək, hamımız əməyimizi satırıq və o əməyin qarşılığında müəyyən bir əmək haqqı alırıq. Pul vacibdir, amma birinci yerdə olmamalıdır. Siz işə fokuslananda, nəticəyə fokuslananda, etibara fokuslananda, dəyərə fokuslananda yol özü sizə açılır. Amma pula fokuslansaz, hardasa qırılıb, kəsilib qala bilərsiniz. Əla, çox təşəkkürlər Bəturə xanım. Bir daha təşəkkür edirəm gəldiyiniz üçün, maraqlı söhbət elədik. Güllər üçün bir daha təşəkkürlər, çox incəsiz. Sağ olun, xoşdur. Siz daha yaxşılarına layiqsiniz. Ay.